isə hazırda yollardakı vəziyyətlə bağlı tanış olacağıq. Ümumiyyətlə, hazırda yollar hansı vəziyyətləri, tıxac varmı, hansı yollar açıqdır, alternativ yollar ümumiyyətlə varmı? Bizim canlı bağlantıda əməkdaşımız Ələkbər məlumatlandıracaq. Ələkbər, sabahın xeyir, eşidirik səni, buyur. Hər vaxtın xeyir olsun Şaiq, hər vaxtın xeyir olsun Təranə, hər birinizi salamlayıram. Bütün Azərbaycan televiziyasını izləyən tamaşaçıları da salamlayır. Gününüz xoş keçsin deyirəm. Biz hazırda Nəqliyyat İntellektual İdarəetmə Mərkəzindəyik və burada olmağımıza səbəb isə yollarda olan son vəziyyəti öyrənməkdir. Bu barədə bizə və tamaşaçılarımıza ətraflı məlumat verəcək şəxs isə Nəqliyyat İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov olacaq. Hər vaxtınız xeyir olsun Ömər bəy, sizi salamlayırıq. İstəyərdik bizə və tamaşaçılarımıza yollarda olan son vəziyyət barəsində məlumat verərdiniz. Salam, sabahınız xeyirli olsun. Təxminən yarım saat əvvəllə müqayisə eləsək, bəzi yollarda hərəkət intensivliyi artıb, sıxlıq aradan qalxıb, amma buna baxmayaraq hələ də sıxlıq olan yollarımız var. İlk olaraq Yusif Səfərov küçəsi ilə bağlı məlumat verim. Yusif Səfərov küçəsində mərkəz istiqamətində göründüyü kimi intensiv hərəkət var, amma ümumilikdə götürsək, bu dəqiqə üçün ciddi bir sıxlıq müşahidə edilmir. Eyni qaydada da Heydər Əliyev prospekti istiqamətində. Mərkəzi Bankın qarşısı Bakıxanov, Füzuli küçələri istiqamətində də avtomobillər aşağı sürətlə hərəkət edirlər və burada da avtomobillər qeyd etdiyim istiqamətlərə hərəkəti surətində belə desək azalma var, amma ümumilikdə götürdükdə sıxlıq, ciddi bir sıxlıq müşahidə edilmir. Ancaq Tbilisi prospekti mərkəz istiqamətində, xüsusilə Dizimli küçəsi ilə kəsişməyə qədər sıxlıq var. Əks istiqamətdə 20 yanvar metro stansiyası istiqamətdə isə burada da avtomobillərin hərəkət sürəti aşağıdır. Heydər Əliyev prospekti, Koroğlu, Rəhimov, Təbriz, Yusif Səfərov küçələri istiqamətində də avtomobillər hərəkət sürəti normaldır, amma göründüyü kimi mərkəz istiqamətinə daha çox axım var və intensiv hərəkət müşahidə edirik. Aeroport şosesi, Koroğlu metro stansiyası istiqamətində isə vəziyyət yaxşıdır. Heydər Əliyev prospektinə gəldikdə Sokarın binasının qarşısında tunelə giriş hissədə sıxlıq var, amma əsas yolda vəziyyət yaxşıdır. Koroğlu metro stansiyasının yaxınlığından baxdıqda isə burada həm əsas yolda, həm sağ-kənar yolda mərkəz istiqamətində hərəkət sürəti aşağıdır. Bakıxanov küçəsi istiqamətində də nisbətən sıxlıq müşahidə edirik. Əks istiqamətdə vəziyyət yaxşıdır. Neftçilər prospekti 8 noyabr Yusif Səfərov küçələri istiqamətində isə göründüyü kimi yol boşdur, hərəkət sürəti normaldır və bir problem yoxdur. 20 yanvar dairəsinə gəldikdə isə 20 yanvar dairəsi Ziya Bünyadov prospekti tuneldən çıxışa qədər nəqliyyat sıxlığı müşahidə edirik. Eyni qaydada Tbilisi prospektindən də dairə istiqamətinə həmçinin. 8 noyabr prospektində də Nargilə dairəsindən Süleyman Əhmədov küçəsi ilə kəsişməyə qədər sıxlıq var. Hərəkət sürəti aşağıdır. Zığ şosesi istiqamətində isə vəziyyət yaxşıdır. Sonuncu məlumatımız Qələbə dairəsi ilə bağlıdır. Qələbə dairəsindən də Haqverdiyev küçəsi, dairə və mətbuat prospekti istiqamətində sıxlıq var, amma Tbilisi prospekti istiqamətində isə sıxlıq müşahidə etmirik. Ətraflı məlumat üçün təşəkkür ediriksə, bəli, bu barədə yollar barəsində son vəziyyət bundan ibarətdir. Sürücülərdən istənilən isə yol hərəkəti qaydalarına əməl etmələrdir. Bizdən bu qədər, buyurun söz sizdədir. Çox sağ ol, təşəkkürlər Ələkbər, minnətdarıq, daha detallı, daha ətraflı məlumat verdin.